cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutq ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Barabakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrahmanlı, Aşağı Seyid Əhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Krapatkina, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də silahlı qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susturulub. Son günlər ermənilər xüsusilə də Tovuz, Ağdam, Tərtər, Füzuli rayonlarındakı mövqelərimizi intensiv olaraq atəşə tuturlar. Sosial şəbəkələrdə yayılan görüntülər də bunu təsdiq edir. Bu görüntüdə isə ermənilərin Tovuz rayonundakı mövqelərimizi atəşə tutması əks olunub.